Bir günde Hüseyin Baladağ ile Fatma Xala öydə oturup şirin söhbət eləyirlər. Bunun da qapı döyülür. Hüseyin Baladağ Fatma qapını açır, kim gəldi? Fatma Xala da qocar vaxtı ki qapını açır. Bir nəfər içəri girir, deyir, mənə tanıma dost. Mən Əzrailam, gəlmişəm canoz alma. Fatma Xala da qocar vaxtı qayda deyir ki, sənin adın nədir? Fatma Xala, mənim adım Fatmadır. Əzrail başlayır ağlamağa. Hüseyin Baladağ deyir ki, ay Əzrail, necə bağlıysan? Deyirlər ki, imin adı Fatma olubdur. Daha bu arvadın canını alası olmadım deyəndə, Hüseyin Baladağ elə bir başına daş düşür. Arvad aradan çıxdı, Əzrail'e mən nə deyəcəm? Əzrail qaydı deyir, sənin adın nədir? Hüseyin Baladağ da çox fikirləşəndən sonra qaydı deyir, ay Əzrail qardaş, vallah mən adım Hüseyin Baladır. Amma kənddə hamı Fatma deyib çağırır.